İran milləti İslam Cümhuriyyətin istəyirlər, ondan müdafiə eləyərlər. Tamam sondajlar nişan verir ki, millət narazıdır. Axırıncı sondaj İSPA ajansının nəzəri nişan verir ki, %92% İranlılar mövcud vəziyyətdən, indiki vəziyyətdən narazıdırlar. Bundan ötürü demək olmaz ki, İranlılar İslam Cümhuriyyəsindən himayət edirlər. Amma İslam Cümhuriyyətinin bir strukturu var. O, millətin istəyinə ya istəməməyinə bağlı deyil. İranda 5 əsli orqan var ki, mollaların əlindədir. Biri beyti rəhbəridir, biri şurayı nigahbandır, biri məclisi xebrəqandır, biri məclisi məsləhət-i nizamdır, bir də qüvvə-i qəzaiyyədir. Bu 5 orqan ki, tamamən İslamçılığı, hakimiyyət İslamının payalarından müdafiə edirlər, hamısı mollaların əlindədir. Yəni, sədriləri də molladır, üzvləri də molladır, hamısı. Nəhayətdə, bu bir strukturdur, İslamı saxlamaq üçün və hökumət İslamını İranda müdafiə eləmək üçün. Onun kənarında 20 dana orqan və təşkilat vardılar ki, onlar pasdarların əlindədirlər. Ümumən icra işlərdirlər. Biri Sipahi Pasdarandır, biri Bəhsicdir, biri Niruy-i İntizamıdır. Yəni, bu 3 qüvvə millətin etirazların əzmək üçündür. Yəni, bir yerdə şuriş düşür ya bir yerdə bir etiraz başlanır, bunlar gəlirlər meydana, onlar vururlar, tuturlar, öldürürlər və sakitləşirlər, qutarırlar, o şurişi yatırdırlar. Bu 3. Ondan əlavə tamamı hərbi qüvvələr ki, ordu da onun içindədir. Ordu indiyəcən milləti əzməkdə iştirak eləməyibdir. Amma lazım olan yerdə eləyə bilərlər. Nizami hökumət qoysunlar və ordunu da gətirsinlər millət əzmə. İndiyəcən bu işi görməyiblər. Ondan sonra da icra işlərin əslisi. Məsələn, Milli Təhlükəsizlik Şurası sədri Əli Larijanidir, pasdarların Mərkəzi Şurasının üzvüdür. Parlamandır, parlamanın yarısından çoxu pasdardırlar. Və parlamanın sədri Məhəmməd Baqir Qalibov yenə Sipahi Şurayı Mərkəzisinin üzvüdür. Hətta bu Juan ayında 13 günlük İsraillə müharibədə söhbət var idi ki, əsli komandan Məhəmməd Baqir Qalibovdur. Yəni, indiki parlamanın sədri eyni zamanda müharibəni də rəhbərlik edirdi. Bunları hesablayanda, yəni 5 dana əsasda İslami qüvvə ki, hamısı malladılar, istisnasız hamısı malladılar və 20 orqan ki, ümumən hərbi silahlı qüvvələrdəndirlər və milləti əzib və sakit eləmək üçün onlardan istifadə olur. Onlar da pasdarların əlindədirlər, hamısı. İndi İranda mallalarla pasdarlar hökumət eləyirlər. Və Əli Xamneyinin nəzərindən və bu qüvvələrin nəzərindən millətin istəyi ya istəməyi İslami hakimiyyətin qalmağına bağlı deyil. Əli Xamneyi özü vaxtı dedilər ki, ana yasanı dəyişməyə referendum olsun, gəldi dedi, millət məgər düşünürlər, millət məgər başa düşür nədir, gəlsin anayasanı dəyişməyə fikir səs versin. Yəni, millətin səsin nəhayət rədd edir. Bu bir fikirdir,
İslami hökumət quranların içində deyirlər ki, İslami hökuməti qurmaq üçün millətin himayəti lazımdır. Amma hökumət qurulandan sonra daha millətin himayəti ehtiyac deyil. Ancaq İslami hökumətin bir sıra əlində qüvvəsi olsa ki, özün saxlasın, o kifayət eləyir. Millətin haqqı yoxdur. Desin, mən bu hökuməti istəyirəm, ya istəmirəm. İranda belə bir vəziyyət vardı. Nəhayətdə demək olar ki, İran hökuməti dünyada heç bir hökumətlə müqayisə eləməli deyil. İndi fəlakət ümumiyyət tapıbdır. Neçə dəfə indiyəcən bu hökumətin qarşısında millət meydana çıxıb, amma hamısında əzilibdir və indi bu vəziyyət, bu fəlakət vəziyyəti, su yoxdur, elektrisite yoxdur, qaz yoxdur, çörək günbəgün qiyməti 2 bərabər olur, amma bu vəziyyət hələ davamda.